Sabahınız xeyir əziz izləyicilərim. Mən dünən 4 kilo əriyi mürəbbəsini hazırlamışam. Birinci qat-qat 4 kilo təmizlənmiş, qabığı soyulmuş ərik hazırladım. 4 kilo ərikə 4 kilo da şəkər qat-qat tökərək üzərinə şəkər yaydım. Tamam suyu çıxandan sonra bişməyə qoydum. Tez hazır olmaq üçün biraz şəkəri qızdırıb qazanı. Sonra götürüb qırağa qoyursan ki, o şəkər əriyir istilikdə. Əriklər də yaxşı şirəni çəkir özünə. Dünən 2 burun qaynatmışam. Bütün suyu çıxıb. İndi səhər qoymuşam yenə də bişməyə. Pişib az qalır. İndi yavaş-yavaş köpükləri çəkiləcək. Sonra bankaya yığacağım. Bu cür üzərinə qaşıqla ortasına yığıram köpüklərini. Sonra da salvetka ilə götürəcəyim. Ancaq birinci unutmaq lazım deyil ki, ən azı soyuq suda 2 qaşıq sodalı su töküb qarışdırıb, sodalı suda saxlamaq lazımdır ki, bişəndə açılmasın. Həm də yaxşı yetişmiş ərik olsa daha yaxşı dadlı olur. Bişib götürənə yaxın da 1 çay qaşığının yarısının azı limon tuzu əlavə elədim. Çox lazım deyil, çox turş eləyə bilər. Amma az. 1-2 dolu çimdik bəs eləyir. Şirəsini də biraz qatılaşdırır. Daha da qəşəng eləyir. Limonun yarısını da suyunu sıxıb tökmək olar, az yazsın. Mən limon tuzu yatdım. Keçən dəfə eləmişdim limon tuzu. Çox qəşəng olmuşdu, xoşuma gəldi. Yenə limon tuzu yatdım. Kim istəsə limonun az yarısını suyunda sıxa bilər üzərinə. O da yaxşı olur. Salvetin bax köpüklərini də götürdüm. Tərtəmizdir, bişib hazırdır. Biraz da soyusun. Sonra bankalara yığacağım.